Bizim reklamlar, kreditle TikTok sosial şəbəkə reklamlar hesabında ve işlətdiyi Makler 555 adlı səhifəsi ilə kreditlə mənzillərin alınması, mənzillərin təmir olunması, fərdi yaşayış evlərinin tikilməsi elanları ilə ona müraciət edən şəxsləri aldadaraq pullarını ələ keçirən Makler Daşqın Sərdaroğlu Məmmədov vətəndaşlara təxminən 2 milyon manat ziyan vurub. Bunu Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına Nəzarət İdarəsinin rəisi Natiq Abdullayev Baş Prokurorluğun Instagram sosial şəbəkəsindəki səhifəsində canlı yayımda deyib. O bildirib ki, sözügedən şəxslə bağlı Xətai rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq aparılır. İş üzrə 250 nəfər şəxs Xətai rayon polis idarəsinə müraciət edib. Onlardan 64 nəfəri zərər çəkmiş şəxs kimi qeydə alınıb. Cinayət nəticəsində vətəndaşlara dəyən ziyan 2 milyon manat təşkil edir. İstintaq orqanı tərəfindən dəyən ziyanın ödənilməsi istiqamətində əməliyyat istintaq tədbirləri həyata keçirilir. Xatırladaq ki, mayın 14-də Bakıda bir qrup vətəndaşa qarşı TikTok platformasında Daşqın Əmlak Ofisi adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Daşqın Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.